Ukrayna hərbi kəşfiyyatı Rusiya komandirinin öz qoşunlarına digər Rusiya əskərlərinə atəş açmağı əmr etdiyi başqa bir ələ keçirilmiş telefon danışığını yayımlayıb. Yazıda komandirin belə dediyi eşidilir: "Erdə ağzını açar, amma burada ağzını bağlayıb əmrlərə tabe olsun" əlavə edilib. Əgər tamamilə imtina edərsə, onda qolundan, ayağından vur. Zərərsizləşdi. Mən sənə nə dediyimi eşitdinmi? Ələ keçirilmiş bu danışıq yaşamaq istəyirəm layihəsi tərəfindən dərc edilib. Kiyev Postun məlumatına görə yazıda şəxs sıfırlamaq terminini də istifadə edib. Bu, Rusiya hərbi jargonunda öz yoldaşlarını öldürməyə və ya şikəst etməyə istinad etmək üçün istifadə olunan bir termindir. Yaşamaq istəyirəm təşəbbüsü Telegram yeniləməsində bu hadisəni Rusiya ordusu daxilində daxili repressiyanın daha geniş bir nümunəsi kimi təqdim edib. Layihə iddia edib ki, adekvatlığın hər hansı bir təzahürü itaətsizlik hesab olunur və idamla cəzalandırılır. Layihə həmçinin Rus hərbi qulluqçularının əmri açıq şəkildə radio vasitəsilə yayımlanmasına istehza edərək potensial Rusiya fərarilərinə Moskvanın hərbi komandanlığının onların rifahına heç bir əhəmiyyət vermədiyini irəli sürüb yeniləmədə deyilir. Rus komandirinin öz əskərini açıq havada qeydiyatsız və SMS-siz sıfırlamaq əmri əgər kimsə hələ də Rusiya silahlı qüvvələrinin bunu gizlətdiyini düşünürsə, əksinin daha bir sübutu budur. Yaşamaq istəyirəm layihəsi 2022-ci ilin sentyabrında istifadəyə verilib. Onun məqsədi könüllü Rusiya hərbçilərinə Ukrayna əsirliyinə təhlükəsiz təslim olmaq və həyatlarını xilas etməkdir. Təslim olma halında layihə Cenevrə konvensiyalarına uyğun olaraq saxlanmağa zəmanət verir. Bundan əlavə, Belaruslara istəsələr dəyişdirilməyəcəkləri və ya Rusiya Federasiyasına qaytarılmayacaqları da zəmanət verilir. Əgər bir Rus yaşamaq istəyirəm layihəsinə əvvəlcədən qeydiyyatdan keçərsə, Ukrayna tərəfi onu döyüşdə əsir düşmüş kimi qeydə alır. Bu da o deməkdir ki, o Rusiyada ödənişlər və status alır. Ateş Partizan hərəkatı müvəqqəti işğal altında olan Krımın Balaklava rayonunda Sapungorskaya küçəsində kəşfiyyat aparıb. Bildirilir ki, işğalçı qüvvələr keçmiş radiasiya, kimyəvi və bioloji müdafiə obyektini sursat saxlama məntəqəsinə çeviriblər. Atəşin məlumatına görə obyektin kamuflyajı yüksək standartdadır. Xaricdən ərazi tərk edilmiş kimi görünür, bəziləri açıq olan metal anqarlar istifadəsi sahələr təəssüratı yaradır. Hərəkatın agentləri tərəfindən təqdim edilən yerindən çəkilmiş fotolar bunu təsdiqləyir. Ərazidə mülki nəqliyyat vasitələrinin və personalın olduğu bildirilir. Lakin ətraflı kəşfiyyat göstərib ki, ruslar obyekti qəsdən sursat saxlamaq üçün istifadə edirlər. Mühafizəçilər yalnız perimetri nəzarətdə saxlamaq üçün strateji müşahidə postlarında yerləşdirilib. Bəyanatda deyilir: toplanmış bütün məlumatlar əlavə təhlil və tədbirlər üçün Ukrayna müdafiə qüvvələrinin nümayəndələrinə operativ şəkildə təhvil verilib. Bu o deməkdir ki, bazaya tezliklə Ukrayna ordusu tərəfindən zərbə endiriləcək. Daha əvvəl media Rus işğalçılarının Sevastopoldakı hərbi hissədən əsas avadanlıqları çıxardığını bildirmişdi. Hesabatda qeyd olunur ki, hissənin ərazisi demək olar ki, boş. Avadanlığın əksəriyyəti
geri çəkilmiş, yalnız minimum aktivlər yerində qalmışdı. Hərəkatın agentlərinin işi sayəsində ərazidə mülki qadınların və yaşlı kişilərin təmizlik işləri görmək üçün qaldığı məlum olub. Fotolara əsasən demək olar ki, hərbi texnika yoxdur. Yalnız bir neçə yeni qaz və KAMAZ nəqliyyat vasitələri yerində qalıb. Hərəkatın agentləri qüllədə və yüksək ərazidə yerləşən bir neçə qalan əskəri müşahidə ediblər. Atəş hərəkatı hesab edir ki, cəbhədəki avadanlıq çatışmazlığı qalan nəqliyyat vasitələrinin fərqli ərazilərə yenidən yerləşdirilməsinə səbəb olub. Ukrayna partizanları Krımda daxil olmaqla bütün işğal olunmuş ərazilərdə fəaliyyət göstərməyə davam edirlər. Onlar məlumatı operativ şəkildə Ukrayna müdafiə qüvvələrinə ötürürlər. Xatırladaq ki, mayın 16-sında Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Krımın Perivalni kəndi yaxınlığındakı Rusiya sahil müdafiəsinin 126-cı əlahiddə qvardiya briqadasının sursat anbarlarına zərbə endirmişdi. Perivalnidə hərbi texnika, silah, yanacaq və sürtgü yağları saxlamaq üçün qutular mövcuddur. Ukrayna Təhlükəsizlik Xidmətinin bir mənbəsi bildirib. Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın işğal altında olan Krım ərazisində qanuni hərbi hədəflər üzərində effektiv işləməyə davam edir. Düşmənin hərbi imkanlarının zəiflədilməsi üzrə iş davam edəcək.